Xatırlatmaq istədiyim məsələ təməl qaydalardan olan birisidir. O da Allah Teala'nın dininə hər kəsin öz alanında xidmət etməsi vacibdir. Hər kəs bacardığı qədər Allah Teala'nın dininə xidmət etməsi vacibdir. Bu, şəriətdə təməl qaydalardandır. Hər kəsin öz bildiyi, öz bacarığı var. Kimisi dəvəti ilə Allah Teala'nın dininə xidmət edir. Kimisi kitab yazmağı ilə Allah Teala'nın dininə xidmət edir. Kimisi belə məclislər təşkil etməklə, müsəlmanları bir araya cəm etməklə Allah Teala'nın dininə xidmət edir. Kimisi ağzını tutmaqla Allah Teala'nın dininə xidmət edir. Çünki adamlar var, danışdıqca fəsad törədir, danışdıqca fitnə edir. Və bəzən sənin də ağzını tutmağın və bu şəkildə Rəbbimin dininə ziyan gətirməyəcəyəm deyə əməl etsən, bu da dinə bir xidmətindir, bir işindir. Ona görə hər kəs öz alanında xidmət etməlidir. Baxın, Davud Aleyhisselam necə xidmət etdi? Allah Teala'nın ona verdiyi səltənəti Allahın dini üçün xərclədi. Süleyman Aleyhisselama baxın, Allah Teala'nın ona verdiyi orduları, ona verdiyi gücü Allahın dinini təbliğ etməklə yeritməyə aiddir. Baxın, Zülqərneyn Aleyhisselama məşriqdən məğribə gedərək bu dini yer üzməyə aiddir. Bütün bacardığı qədər dünyanı dolanaraq gəzdirədir. Sadəcə problem nədir bu cür müsəlmanlarda? Bəzən bir müsəlman şeyx deyilsə, tələbə deyilsə, hər hansı bir mövqeyə sahib deyilsə, zənn edir ki, bu heç nə edə bilməz deyə belə bir təsəvvür yaradır ki, bu yanlış təsəvvürdür. Hər kəsin bacardığı bir şey vardır. Bir futbol heyəti düşünün. Düşünün ki, hər kəs hücumcu olsa, o heyət qalib gələr? Təbii ki, xeyr. Futbolda müdafiəçi olmalıdır, orta oyuncu, qapıcı və s. Bu, hər heyət olmalıdır ki, heyətin hər üzvüdür. O heyət qalib gəlsin. Din də elədir. Hər kəsin bacardığı bir şey vardır və hər kəs bacarını etməlidir və biz bununla xeyirli ümmət halına almışıq. Allah Teala Qur'anda buyurur: "Kuntum xayra ummatin uxricət lin-nas, ta'muruna bil-ma'ruf və tənhawna 'anil-munkar və tu'minuna billah." Siz insanlar içərisində çıxardılmış xeyirli ümmətsiniz, yaxşılığı əmr edib pislikdən çəkindirib Allaha iman edərsiniz. Deməli, bizim xeyirli ümmət olmağımız Allah Teala'nın dininə xidmətlərdir. Bu qədər qardaşlar mənim qısa olaraq xatırlatmaq istədiyim Allah